Vercingetorix bizim eradan əvvəl 82-ci ildə Qal tayfalarını Romaya qarşı mübarizəyə səsləyirdi. Bizim eradan əvvəl 52-ci ildə Gergovili, indiki Arliyan şəhərini tutdu. Orada çoxlu Roma əskərini məhv etdi. Çox keçmədi ki, Qal tayfaları onun ətrafında toplaşmağa başladılar. Qallar bir neçə dəfə düşmən ordusuna güclü müqavimət göstərdilər. Lakin yüksək səviyyədə təşkil edilmiş Roma ordusunun yanında onlar çox zəif idilər. Vercingetorix'in son döyüşü bizim eradan əvvəl 52-ci ildə Aleziyada baş verdi. Yuli Sezar 2 ay müddətində onları mühasirədə saxlamışdı. Vercingetorix tamamilə Qalların məhv olunmaması üçün təslim olub qılıncı yerə qoymaq qərarı verdi. Belə də etdi. Qalların bəzilərini buraxdılar, lakin çoxlarını qul etdilər. Vercingetorix'i Romada 6 il əsir kimi saxladılar, sonra edam etdilər.